Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Növbəti bir əla təmirli mənzilin çəkilişindəyik. Bugün sizlərə yeni yasamalda 3 otaqlı, tam təmirli, kupçalı bir mənzil təqdim edəcəm. Mənzilimizin giriş qapısını görməkdəsiniz. Giriş qapısından daxil olduqda üzbəyüzdə belə bir 4 qapılı qardirob mebeli quraşdırılmış şəkildədir. Dəhliz hissəni görürsünüz, kifayət qədər genişdir. Burada belə bir güzgülü açarlıqdan istifadə olunub. Sol tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Burada mənzilin qonaq otağı, əsas yataq otağı, mətbəx və mətbəxdən eyvana, həmçinin 3-cü otağa keçid mümkündür. Mənzilimiz 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Bütün otaqlara birinci işıqla pəncərə işıq düşməkdədir. Burada mənzilin qonaq otağı yerləşir. Qonaq otağımız da olduqca genişdir, kvadrat sahəyə malikdir. Görürsünüz. İşıqlandırmada lüstr, gizli işıqlardan istifadə olunub, TV stand quraşdırılıb. İstilik sistemi kombidir, kombi radiatorlarda bütün otaqlarda quraşdırılmış şəkildədir. Döşəmə laminatdır, otaqların divarlarında aboydan istifadə olunub. Mənzilin açarları bizdədir, günün istənilən vaxtı mənzilə baxmaq mümkündür. 17 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Burada sanitar qovşağımız yerləşir və lazım olan bütün aksesuarlarla təmin olunub, görürsünüz, bu formadadır. 85 kvadrat metr sahəsi var mənzilin. Binada qaz, su, işıq fəaliyyəti daimidir. Yeraltı qaraj mövcuddur, həmçinin infrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlıqda bütün yaşayış obyektləri yerləşməkdədir. Burada əsas yataq otağımız yerləşir. Girişdə sol tərəfdə belə bir qardirob mebeli quraşdırılıb. Əlavə artıq əşyalarınızı yerləşdirmək üçün içi genişdir. Baxın, dəyərli izləyicilər, bu formada. Daxil oluruq yataq otağına. Görürsünüz, belə bir yataq otağımız var. Yəni, normal sahəyə malikdir, rahatlıqla mebellər yerləşər. Bura, görürsünüz, belə. Yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb mənzildə 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Bütün otaqlara pəncərə düşməkdədir. Burada mənzilin mətbəxi yerləşir. Mətbəx mebeli də tavana qədər yığılmış şəkildədir bu formada. Mətbəxdən mənzilin eyvanına keçid də mümkündür. Eyvanımız da cam balkonla bağlanılıb. Orada qardirob mebeli yerləşir. Həmçinin kombi aparatı da orada yerləşmiş şəkildədir. Burada isə mənzilin 3-cü otağı olan kiçik yataq otağı, uşaq otağı kimi nəzərdə tutulmuş otağı yerləşir. Görürsünüz, bu formadadır. Yəni burada normal sahəyə malikdir. Onu da qeyd edeyim, mənzil 2 otaqdan 3 otağa düzəldilib. Bu divar, elə bir ki, bu divara hörülüb, 2 otaq kimi düzəldilib. O tərəf böyük otaq, bu tərəf isə kiçik otaq kimi nəzərdə tutulub və bütün otaqlara pəncərə düşür. Həmçinin mətbəxə də. Belə əzizləyicilər, mənzil haqqında ümumi məlumat verim. Mənzil yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında 1 nömrəli məktəbin yanında yerləşir. 17 mərtəbəli binanın 8-ci mərtəbəsində 85 kvadrat ümumi sahəsi var. Sənədlər tam qaydasındadır, kupçalıdır. Binada qaz, su, işıq fəaliyyəti daimidir, yeraltı qaraj mövcuddur, infrastrukturla zəngin bir ərazidə yerləşir. Mənzilin qiyməti 200 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.